Navigasyon məni hardan götürür? Tövbə, estağfirullah. Baxın. Məni hara gətirir bu navigasyon? Baxın. Bura bax, bura bax, bura bax. Hə. Mən bu darvazanı necə açım icazəsiz? Ora bax, kilitləyiblər də darvazanı. Bax, 2-3 dəfədir. İndi mən Biləcəriyə gedirəm. Tələsirəm də. Demə, tələsirəm. Gəlmişəm çıxılmaz bir sokaqda. İndi bax, burada açardım. Mən hardan gedim? Heç kimdə yoxdur. Geri döndüm. Bax. Bura baxın. Navigasyona baxın, baxın, baxın. İndi mən səhv eləyirəm, yoxsa baxın. Baxın hara gəlmişəm. Allah'ım şükür sənə, hər işdə bir xeyir vardır. Şükür sonunda çıxdım, bir beyefendi, Allah razı olsun, gəldi maşınıyla, yola çıxdı. Mən də onun arxasıca gəldim, ana yola çıxartdı məni. Navigasyon yenə mənə gətirib, sən demə burada iş gedirmiş. Bura bax, belə şey olar. 2 dəfədir döndər və gəlmişəm, yol bağlıdır burası. Əslində baxın buraya. İndi əmi deyir ki, yol bağlı, maşınlar gəlir dönür. Bu yol da bağlıdır. Baxın, 3-cü yoldur. Bütün maşınlar dönür. Gedirik, dönürük. Gedirik, dönürük. Bax, oradakı maşınlar da dönür, buradakı maşınlar da. Bura, mən də sən... Belə şey olar. Bugün bildiğiniz 1 saatdən çoxdur dərsə gecikmişəm. Bura baxın. Ay Allah. Bunlar da gəlir, indi dönəcəklər bizim kimi. Baxın, hamısı gəlir, dönür. Ora. Vallahi belə şey olmaz. Olmaz ya, Allah and olsun. Mən artıq bilirsiniz, Biləcəriyə hələ şəhərdən çıxmamışam. Ha, bütün maşınları bir tek mən deyim, yox. Bir tek mənlə əlaqəsi deyil. Bura bax. Maşınlar gedir, hamısı ard-arda dönür. O da vaxt itirməkdir. O da vaxt itirməkdir. Birisi neçə dəfə eyni yola salır. Belə biabırçılıq olmaz. Bütün yollar bağlıdır. Yəni bütün maşınlar bayaq hamısı növbə gözlür. Geri çıxırlar. Geri. Biraz əsəbiydim, videoyu saxladım. Dedim biraz özümə gəlim, indi əsəbim keçdi. Olur da, yəni bir tərəfdən insan haqlıdır, vallahi haqlıdır. Mən demirəm, inşaat getməsin, Allah razı olsun, qəşəng şeylər olur. Amma heç olmaz navigasyonda bir sistemdə bir xəbər verilsin, bir uyarı verilsin. Belə şey olmaz. 1 saat, baxın, tam 9'a 10 dəqiqə qalmış olacaqdım Biləcəridə. İndi 10 tamamdır. Düşünün, 1 saat 10 dəqiqə əvvəl olacaqdım. 1 saat gecikmişəm dərsə. Belə olmaz axı. İnsanların hamısı əsəbi korlanıb. Bayaq bilirsiniz, 3-cü video çəkmişəm, 3-cü və o çıxılmaz sokaqda, çıxılmaz küçədə. Orada inanın maşınlar giriblər. Sən demə yol yoxmuş, inşaat gedir. İşarət də qoymurlar ki, olmaz. Vallahi onu da qoymurlar. Camaat tek bir geri döndük, bir geri döndük. Olmaz vallahi, ne bileyim, qəlbim qırıldı biraz. Neyse, motivationımız yine yükseldi. Çünkü bəbələrimin yanına gedirəm, onlara negatif enerjiyle getmək istəmirəm. Sevirəm sizi, ama bunlara dikkat edilse çok sevinirim. Yani bence herkes de sevinir. Çok dəhşət bir şey diye düşünseniz, 3 dənə yerə ters yoldur. Bir de mən həmişə dikkat edən biriyəm. Dikkat, öz səhvim olsa deyərəm ki, mənim səhvimdir. Gülərək deyirəm ki, mən ama yox. Şükür bugünümüzə, hər işdə bir xeyir var. Demək ki, bunun da bir xeyri varmış. 1 saat gecikməliymişəm, nəsə olacaqmış. Şükür. Sevirəm sizi. Mən çatıram artıq inşallah, Allah'ın izniyle. İnşallah başqa yola girməzsəm. Öpürəm, görüşərik. Bay bay.